Həqiqətən də həkimlərdə Hipokrat andı olduğu kimi bərpaçıların da öz and içmə mərasimi var ki, bu onların əsərlərə layiqincə qulluq eləməsi və onların xəstəliklərinin aradan götürülməsi üçün yaradılan bir sənət nümunəsidir. 17-18-ci əsrləri əhatə edən əsərlər bizim praktikamızda olub və onların bərpası da sözsüz ki, həddindən artıq cavabdehlik tələb edir və yüksək professionallıqla tələblər ortaya qoyulub ki, biz o tələblərin öhdəsindən gəlmişik. Məşhur Mirzə Qədim İrəvani şüşə üzərində xüsusi rənglərlə çəkdiyi qadın portretidir ki, bu dünya incəsənətində çox nadir nümunələrdən biridir. Bu əsərin ən aşağısı 150 yaşı var. Bu hissədə artıq biz görürük ki, yoxa çıxdı. Həmçinin digər. Bunlar da hamısını biz neytral eləməliyik ki, bu bütöv baxılsın. Bu tam hazır olandan sonra onun üstündən bir qatda şüşə qoyulacaq və fizika qanunlarına görə niyyətlə görsənməyəcək. Yəni bu hissələrdə və əgər biz belə əlimizlə vursaq, bu kağızın altında hündürlük hiss edirik. Çünki arxadan dəyən zərbə rəng qatını qalxızıb və onu da yerinə otuzdurmaq üçün 1 milliqram da tökülməmək şərti ilə biz bunu xüsusi balıq kleyi və papiros kağızı ilə bərkidirik. Bu kağızlar sonra çox sadə bir vəziyyətdə buradan çıxarılır və artıq altında olan qalxmış və yaxud tökülmüş hissə hamarlanır və düzəlir. Biz bir növ həm də psixoloq. Hər bir personaja baxarkən biz onları oxuyuruq, onların mimikasına baxırıq ki, bu nə demək istəyir, o birisi nə demək istəyir və rəssamın ruhu bir növ köçür bizi qəlbimizə və o mühitdə yaşayırıq bir müddət. Lakin ayağa durub keçəndə yenə qayıdırıq real həyata. Avropa məktəbinə aiddir, 18-ci əsrin ikinci yarısı. Üzərində təmiz qızıl və müəyyən emal deyilən bir material var, onun işlənmiş belə bir sənət əsəridir. Yəni bu damğa Vena İmperator Farfor məktəbinə aid olan bir damğadır və İmperator məktəbi olduğu üçün, yalnız saray üçün istehsal olunduğu üçün və yaxud Avropanın digər hökmdarlarının saraylarına hədiyyə verilir və yaxud neysə, orada hətta müəllifi adı da qeyd olunur, müəllif kişidir və onlar da bardov rəngi çox seviblər qızılı. Bardov da kral rəngidir. Gözəl bir əsərdir, əllə çəkilib. Biri var trafaret və yaxud digər metodikalarla. Bu əllə çəkilmiş rəsm əsəridir və yüksək temperaturda da bişirilir.